Və 4 rükətli namazları 2 ilə qılmaq əfzəldir kim üçün? Səfəri niyyət edən üçün. Nə deməkdir səfəri niyyət etmək? Yəni bir insan səfərə çıxdıqda o səfəri niyyət mi etməlidir? Bəli, o səfəri niyyət etməlidir qardaşlar. Və burada deməli məsələ ona ibarətdir ki, ümumən namazı qısaltmağın bəzi şərtləri var. Namazı qısaltmağın bəzi şərtləri var. Yəni 4 rükətli namazlar nə var? 2 rükət olur. Bunun bəzi şərtləri var. Onlardan biri də niyyətdir qardaşlar. İnsanın səfərə çıxmağa niyyəti olmalıdır. Bunun əksi necə olur bəs? İnsan necə ola bilər ki, səfərə çıxanda niyyət etməyə bilər? Məsələn, fikirləşin ki, bir insan ovçudur və ov üçün çıxır, ov niyyəti ilə. Və ovu izləyə bir də baxır ki, artıq 80 kilometrə çatıb. Bu insan üçün namazı qısaltmaq icazəlidirmi? Xeyr, namazı qısaltmaq icazəli deyil. Niyə görə? Əsl olaraq bu insan səfər niyyəti ilə çıxmıyor baxır. Ona görə də elm əhli qeyd edir ki, sənin səfər niyyəti ilə çıxmağın şərtdir. Və yaxud da ki, ola bilsin ki, bir insan deyək ki, malı var, heyvanı var, dəvəsi var və s. Onu itirir. Arxası ilə çıxır, onu tapmaq üçün. Və elə olur ki, ta ki səfər məsafəsinə qədər gedib çatır. Burada mən səfər qılım deyə bilərmi? Deyə bilməz. Çünki o əslən səfər niyyəti ilə çıxmadığına görə. Birinci şərt oldu niyyət. Və ikinci şərt qardaşlar, səfər mübah səfər olmalıdır. Və bayaq da qeyd etdiyimiz kimi. Nə deməkdir mübah səfər? Yəni burada mübah səfər deyəndə vacib və ya müstəhəb də ola bilər. Vacib səfər nədir? İnsan həcc üçün səfər etməsi, həcc üçün çıxması. Və yaxud da ki, müstəhəb, sünnət olan, yəni bəzi alimlərə görə ixtilaflı vacib olsa da ümrə üçün çıxması. Mübah olan isə, məsələn, gedirsən hər hansısa bir ölkəni ziyarət etməyə və yaxud da başqa bir səfər məsafəsində olan bir yerdə ticarət etməyə və bir şey almağa, ola bilər belə şeylər. Gəzinti üçün çıxırsan və bu da mübah səfər sayılır. Və sən namazı bu mübah səfərlərdə və yaxud da vacib və yaxud da müstəhəb, sünnət olan səfərlərdə qısalda bilərsən. Bunun əksi olaraq, əgər gedəcəyin səfər mübah deyilsə də iki şey qəsd olunur. Onlardan birincisi haram səfərdir, ikincisi isə məkruh olan səfərdir. Və haram və məkruh olan səfərlərdə elm əhli deyir ki, namazı qısaltmaq icazəli deyil. Eləcə də deməli cəm etmək də buna aiddir. Yəni səfərdə sənin üçün nə ruxsat varsa, haram səfər və yaxud da məkruh səfər etdinsə, bu hökmlərin hamısı isqat olur. Yəni hökmdən düşür. Etmək artıq icazəli deyil sənin üçün. Haram səfər dedikdə nə qəsd olunur? Məsələn, bir insan içki içmək üçün, yəni Allaha sığınırıq, içki içmək üçün səfərə gedib. Onun üçün icazəlidirmi namazları birləşdirmək? Xeyr, icazəli deyil. Və yaxud da qısaltmaq. Və yaxud da bir insan xaricdə yaşayır, valideyninin üzünə ağ olmaqdan ötürü öz ölkəsinə və yaxud da valideyni səfərdədir, səfər məsafəsində, özü yaşadığı yerdən ora məsiyyət, asilik üçün gedir, valideynin üzünə ağ olmağa və bu halda da, bu böyük günahlardandır, hansı ki bilirsiniz. Yəni, bunun üçün səfərə çıxır. Və bu insan üçün də qətiyyən namazları bütün Allahın verdiyi o bütün asanlıqlar isqat olunur, yəni hökmdən düşür. Və ikinci dedik ki, məkruh olan səfərlər, məkruh olan səfərə misal üçün deyək ki, yəni ehramda olan birisidir, ümrə üçün və ya da həcc üçün gedibdir, ehram halındadır və nikah etmək üçün səni şahid tutur və sən də öz ölkəndəsən. Və sən də şahid olmaq üçün səfər edirsən ki, mən gedirəm, yəni o ehramda olan birisinə nikah şahidlik etməyə. Bu da məkruh sayılır arkadaşlar. O məkruh səfər olduğuna görə sən o səfərdə namazları birləşdirə bilməzsən. Və yaxud da ki, sən orucsansa, Ramazandırsa, sən o orucu da aça bilməzsən. Yəni ümumən o səfərə nə asanlıqlar daxildirsə, hamısı isqat olur. Bəli. Və burada bir məsələni qeyd etmək istəyirəm. Haram üçün səfərə çıxmaqla səfərdə haram etmək fərqlidir. Nə deməkdir bu? Biri var insan niyyəti elə başdan haram üçün səfər etməkdir. Məsələn, içki içmək üçün səfərə çıxır. Eşidib ki, hansısa ölkədə, yəni 1900 falanca ildən qalma şərab var. Deyir, gedirəm onu içməyə. Allaha sığınırıq. Və bu insanın səfəri haram səfərdir. Qətiyyən icazəli deyil. Və bununla səfərdə haram etmək nə deməkdir? Məsələn, insan başdan səfərin niyyəti mübah səfər olur. Və yaxud da ki, vacib və yaxud da müstəhəb səfər olur. Allah qorusun yenə də. Və bu səfər əsnasında bir haram işlədi. Və bu zaman onun namazları, o ruxsəti aradan qalxırmı? Xeyr. Aradan qalxmır. Çünki bunun elə başdakı niyyəti nə olub? Yəni, mübah, vacib və yaxud da müstəhəb səfər olubdur. Və bunun üzərində davam edir. Sadəcə o etdiyi günahdan dolayı Allaha tövbə etməlidir. Yaxşı, bir insan əgər haram niyyəti ilə çıxarsa və sonra Allaha tövbə edib o haramı mübahlaşdırarsa, çünki tövbə ilə qalxır və bu zaman elm əhli deyir ki, artıq o tövbə etdiyi andan o ruxsətlərdən istifadə edə bilər. O ruxsətlərdən istifadə edə bilər. Bəli.
Və yaxud da ki, haram səfərdən misal üçün insan türbəni ziyarət eləyir. Hansısa bir imamı və yaxud da ki, alimin qəbrini və yaxud da kimisə qəbrini ziyarət edir ki, amma burada bir şərt var ki, o ziyarəti nə üçün edir? Allaha yaxınlaşmaq üçün edir. Məsələn, sufilərdə və digər bidət firqələrində bu cür hadisələr çox rast gəlir. Falan kəsin qəbrini ziyarət edib ondan mədət ummaq və s. Və bu ziyarət də haram ziyarətlərdəndir, qardaşlar. Və biz bilirik ki, İslamda ibadət üçün sadəcə 3 məscidə icazə var. O da harada? Kəbədir, Məscid-ül Haramdır. Ondan sonra Allah Resulü sallallahu əleyhi və səlləm məscididir, Mədinə və Məscid-ül Aqsa. Və bu 3 məsciddən başqasına ibadət, Allaha yaxınlaşmaq niyyəti ilə ziyarət etmək olmaz. İcazəli deyil. Əgər ziyarət etsən, o zaman namazları qısaltmaq və yaxud da cəm etmək icazəli deyil. Və bəzi bidət əhli şübhə gətirir ki, İbn Qudamə Əl-Məqdisi rahimehullahın Muğni əsərində belə bir ifadə var, deyir ki, bir qəbri ziyarət etməyə çıxsan, namazı qısalda bilərsən. Bunu gətirib deyirlər ki, bax, Şeyx İbn Qudamə rahimehullah bu cür ifadə edir. Lakin İbn Qudamə rahimehullahın qəsdini Mər'i İbn Yusuf rahimehullah Gayetül Muntəhə əsərində izah edib. Və buyurub ki, şeyxin qəsdi burada odur ki, əgər qəsdin bu ziyarətdə Allaha yaxınlaşmaq deyilsə icazəlidir. Məsələn, insan qəbri ziyarət edir, onun niyyətində təqarrub yoxdur. Yəni, Allaha yaxınlaşmaq yoxdur. Sadəcə ziyarət üçün gedir. Yəni, o ziyarətdən məqsədi, mən oradan savab umum deyil. Əgər savab umum deməkdirsə, odursa niyyəti, yəni birbaşa nə olur? Onun ziyarəti icazəli ziyarətdən sayılmır. Və bu halda onun namazları cəm etməsi və səfərin üzərinə bina olmuş bütün əhkamlar onun üçün keçərli deyil, isqat olur. Bəli.